Marniyuli sakini Namiq Bayramov polis əməkdaşı ilə insident yaşandığını iddia edir. Onun sözlərinə görə, polis əməkdaşı ilə aralarında yaranan şifahi mübahisə sonradan fiziki zorakılığa səbəb olub. Bayramovun sözlərinə görə, o polis bölməsinə aparıldıqdan sonra orada digər əməkdaşların iştirakı ilə dəfələrlə fiziki təzyiqə məruz qalıb. Mən dururdum, Samir gəldi bana salam verdi, mən dedim görmədim, yəni mən onu salam verəndən sonra dedim ki, sən salamın lazım duymağa. Yer getişi ilə məşğul ol. Bu zaman bu başladım mənlə əllə, qolla danışmağa. Mən də buna dedim ki, getişi ilə məşğul ol belə. Polislər çağırdı, apardılar məni. Polis idarəsinə girən kimi mənə söydülər. Təhqir edici söyüşlə mənə söydülər və mən həmin vaxtı bunların dediği sözü özlerine qaytardı. Arkadan başladı bir nəfər vurdu, ondan sonra başladılar məni dövməyə. 10-15 nəfər polis idarəsinin, yəni bu əksəriyyəti mülki geyimliydi. Yəni dövlət geyimində döydü, əksəriyyəti mülki geyimliydi, məni döydülər. İndi bir neçəsini tanıyıram, bilirəm ki polisdə işləyirlər. Bəzilərini tanımıram. Döydülər, aşağıda döydülər. O gireceğin arkasında otaqda dövdülər, ondan sonra çıxarttılar yuxarı. Yuxarıda gene başladılar. Samir bana söydü, nəsə mən də söydüm və ona söyən vaxtı gene apardılar otağa. O bana dediği sözü mən ona qaytaran vaxtı apardılar otağa. Otaqda bir də dövdülər. Yəni dəqiqələr. Məsələni öyrənmək üçün Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlasaq da heç bir cavab əldə edə bilmədik.